yatağa girirsənsə, sevmədiyin bir insanla əxlaqsızsan. Həyatda heç vaxt ikinci şans olmur. Çünki həyat özü bir şansdır. Vəssalam. Yanlış bir insanla yol getməkdənsə, tənha olmaq daha gözəldir. Onda insanın ruhu rahat yaşayır. İstəyir 100 dənə zaksun olsun, istəyir 1000 dənə kəbinin olsun, sevmədiyin bir insanla bir odaya, bir yatağa girirsənsə, sevmədiyin bir insanla əxlaqsızsan. 100 kəbinin olsun, 1000 dənə siyğın olsun, 100 min dənə zaksun olsun, fərq eləmir, əxlaqsızsan. Gerçəkliyimizə baxıram, bir yerdən sonra ər-arvadını sevmir, arvad ərini sevmir, o buna hörmət eləmir, bu ona hörmət eləmir. Amma niyəsə görə məhkumdular bu yolu getməyə. Bu riyakarlıqdır, bu əxlaqsızlıqdır. Bu özünə hörmətsizlikdir, bu getdiyin yola hörmət eləməməkdir. Özünə hörmət, nəfəsinə, sözünə, baxışına hörmət eləməməkdir. Bu yaşayış kimə sərf edir? Bu əxlaqsızlıq deyil, nə mənədir.